Hər kəsə salam, kanalımın dəyərli xanımları. Ümidvaram ki, hər biriniz yaxşısınız. Məni hansı gün izləyirsinizsə, o gününüz mükəmməl keçsin. Bildiyiniz kimi mən Moskvadayam və bu vloqu da bura gəldiyim günün səhərsi çəkmişəm. Bizdən öncə burada yoldaşım qalırdı. O da bir neçə ay idi ki, bura köçmüşdü. Bundan öncə oteldə qalırdı. Düzdür, mən bura gələndə ilk görünüşdən ev təmiz idi. Amma detallara fikir verəndə gördüm ki, dərindən təmizliyi yoxdur. Yəni ki, üzdən təmiz olsa da, divanın arxası, şifonierlərin daxili, moyka, hamamdakı vanna, hər yer sapsarı idi. Bu evi o qədər dərindən təmizləmişəm ki, hər yeri xırda-xırda gördükcə təmizləyirəm. Hər dəfəsində də siz üçün vloqlaya bilmirəm. Dedim ki, nisbətən elədiyim təmizliyi bu gün siz üçün çəkim. Çünki siz təmizlik vloqlarını sevirsiniz. Öncə bu xalçadan başladım. Əslində yoldaşım deyir ki, burada heç kəs xalça çırpmır. Çalışdım ki, xalçanı üz üstə çevirib evdə biraz tozunu çırpım. Gördüm ki, yox, belə təmizlik olmaz, apardım balkona çırpmağa. Külək də o qədər bərk idi ki, xalça əlimdən az qalırdı ki, uçsun. İndi xalçanın tozunun getdiyinə tam əmin oldum. Birinci divanı pilsoslayıram, çünki pilsoslamamışdan bir gün öncə yaxşıca söküb, içini tərtəmiz yuyub təzədən yığmışam yerinə. Əminəm ki, pilsos da təmizdir. Buna görə də rahat divana vura bilirəm. Demək, xanımlar, mən bu videonu hardasa bir həftə bundan öncə çəkmişəm. Amma heç cür montaj edib səs yaza bilmirdim. Çünki özümdə o motivasiyanı tapa bilmirdim. Səbəbi də bu idi ki, demək səhər saat 5-dir. Mən yuxudan bir partlayış səsinə oyandım. Yoldaşımı da oyadıram ki, oyan, nəsə partladı. O deyir ki, yox, yəqin ildırım çaxır, sənə elə gəlir. Çünki buranın ildırımları həqiqətən də şiddətli olur. Nəsə ki, uzandım. Üstündən 5-10 dəqiqə keçdi. Sonra daha da bir şiddətli patlama səsi gəldi. Onda artıq o səsə yoldaşım da oyandı, hətta uşaqlar da. Çıxdıq balkona ki, müəyyən eləyək ki, bu patlama səsi hardan gəlir. Bir də baxdıq ki, düz gözümüzün qabağından dronlar uçur. Heç mən bunun dron olduğunu belə bilmirdim. Yoldaşıma da deyirəm ki, samolyot bu cür aşağıdan uçur, yəni. Görürəm ki, mənə bəlli eləmək istəmir, çünki o başa düşüb ki, bu drondur və bizə də deyir ki, dərhal geyinin, düşək aşağı. Mən də israrla deyirəm ki, yox, düşmürəm, çünki yuxuluydum. Uşaqlar da yuxuluydu. Düşündüm ki, nə baş verir görəsən, aşağı niyə düşməliyik? Mən demə, yoldaşım burada qaldığına görə bilir ki, onların işlədiyi zavoda ara-sıra dronlar atırlar. Nəysə ki, qızlar, bu təşviş içində hələ sizi üçün videoda çəkmişəm. Düşündüm ki, mən bunu canlı-canlı vloqda paylaşmalıyam. Dayandım balkonda, göydə uçan dronların altında sizi üçün hələ vloqda çəkdim. Ta ki, bizim yaşadığımız binanın yanındakı bina vurulana qədər. Düz bizim yanımızdakı binanı dron partladanda artıq ev sirkələndi və daha da şiddətli partlama səsi gəldi və gördüm ki, uşaqlar həqiqətən də səsdən qorxurlar. O zaman qərar verdim ki, təcili aşağı düşmək lazımdır. Aşağı düşdük, gördük ki, bütün millət aşağıdadır. Hələ biz ən axırda düşən olduq. Təsəvvür edin ki, aşağıda hamilə qadınlar var, yaşlı qadınlar var. Hər kəs çox pis vəziyyətdə idi. Binanın partlama nəticəsində hər yer şüşə qırıntıları, binadan düşən müxtəlif qırıntılar. Heç bilmirdik ki, hara gedək, necə edək. Hər kəs toplaşmışdı binanın birinci mərtəbəsinə və nacizanə gözləyirdik ki, bu atışma dayansın. Sırf bizim yaşadığımız yer 1-2 saat içində 180 dənə drona məruz qaldı. İnsanlar o qədər təşviş içində idi ki, yanımızdan keçən bir motosiklet səsinə belə hürkürdülər. Səhər saat 8-dən düz axşam saat 8-ə 9-a kimi partlayan sadavodu, neft emalı zavodunu vertolyotlar su ilə söndürməyə çalışırdılar. Söndürməyə çalışırdılar çalışmasına, amma düz 2 gün yanan yer tüstüləndi. Göyü elə qorxunc qara duman bürümüşdü ki, günün günorta çağı olmasına baxmayaraq elə görsənirdi ki, sanki axşamdır. Bizim yaşadığımız bina nisbətən çox hündür olduğuna görə evin önündən keçən dronları bu qədər yaxından seyr eləyə bilirdik. Bundan öncə paylaşdığım vloqun rəylərində çox insan yazır ki, cəmaət Rusiyadan qaçır, siz ora gedirsiniz. Baxın xanımlar, heç kim bilərəkdən özünü bu təhlükəyə atmaz. Biz bileti alan zaman düşünməzdik ki, gələcəyik bura və bir gün səhər atışma səsinə oyanacağıq və balkona çıxıb gözümüzün önündə dronlar görəcəyik. Həyatımızda ilk dəfə idi ki, bu cür atışmalara canlı-canlı şahid olurduq. Bu aşırı dərəcədə qorxuluydu. Təsəvvür edin ki, 2 gün, 3 gün blokda, həyətdə və yaxud da evdə kimsə nəyisə harasa bərk qoyarsa, tez hürkürsən, elə bilirsən ki, nəsə partlayır. Psixoloji olaraq insan çökmüş vəziyyətdə olur. Əlavə ekstra yersiz rəylər də görən zaman insan lap əsəbləşir. Belə məsələlərdə biraz anlayış göstərmək lazımdır.
Rəylərdən danışmışkən də xanımlar, deməli bundan öncə paylaşdığım vloqun altında mənə elə gəlir ki, bu xanım idi. Düzdür, adından məlum deyildi ki, xanım idi ya bəy idi, amma məncə xanım idi. Ən azından müşahidə elədiyim qədərilə indi heç bir bəy, heç bir xanıma artıq əskik söz yazmır. Bunu da bilirəm ki, hal-hazırda qadın qadının düşməni olub. Nə pislik edirsə, qadın qadını edir. Vloqda Tamerlanın nadinçliyindən danışmışam və samolyotda sakit dayanmamağından. Bir dənə özünü ağıllı hesab edən xanım ki, mən belə başa düşürəm ki, xanımdır. Yazır ki, uşağın başı çatmır, uşaq gicdir. Düzdür, bu insanı mən dərhal bloka atdım. Heç ona cavab da vermədim. Çünki mənim acı cavabım belə onun üçün çox olar. Bir insanlar layiq olduğu yerdə olmalıdırlar. Mənim kanalıma çox dəyərli xanımlar abunə olub və məni izləyənlər çox dəyərli xanımlardır. Mən istəmərəm ki, bu cür dəyərli xanımların arasına o cür səviyyəsizlər qatılsın. Ki, özlərini böyük insan saymasınlar. Sizcə uşağın nadinçliyi onun ağılsızlığıdır və yaxud da uşaq nadinc olarsa deməli gicdir? Xanım bir başqa rəylərdə yazmışdı. Digər rəyində də məni təhqir eləmişdi. Yazdığı rəyi görüb çox utandım və dərhal sildim. Amma məni izləyən xanımlardan bir neçəsi o rəyi görmüşdü və mənim yerimə mən oxumamışdan öncə o xanıma cavab belə verən olmuşdu. Buradan oraya cavab verən xanıma da çox təşəkkür edirəm. Və bu insan kimdirsə bilmirəm. Mən bu səhifəsini bloka atıram və o digər səhifələr açıb özünə məxsus zəhərli sözlər işlədərək rəylərinə davam edir. Təəssüflər olsun ki, yazdığı sözü mən burada deyə bilməyəcəm. Çünki oxuyanda belə çox utandım. Bu cür ağılsız insanlar başa düşmürlər ki, birinə zəhər saçan sözlər deyəndə əslində özünü ifadə edirsən. Hələ bir uşağa dil uzadanda səviyyəsizliyin hansı dərəcədə olduğunu nümayiş elətdirirsən. Buna görə də bu tipli insanlar birinə rəy yazarkən, yəni pis rəy yazarkən 100 dəfə düşünüb bir dəfə yazmalıdırlar. Çünki yazdığın söz, dediyin cümlə sənin kimliyini göstərir. Mənim bu cür insanların ətrafında olan insanlara belə yazdığım gəlir. Düşünün, bu cür səviyyəsiz insan ətrafındakı insanların necə əsəbi ilə oynayır. Və belə yazan insanların da 90%-i paxıl insan olur. Paxıl insanda heç vaxt, heç bir zaman bir üst səviyyəyə çıxa bilmir. Hər zaman yerində sayır və buna daha da qəzəblənir, insanlara saldırır. Və mən əminəm ki, hər kəsin həyatında bir dənə də olsa paxıl insan var. İstər işdə, istər ailədə, istərsə də qonşuluqda. Və çox təəssüflər də olsun ki, bu cür insanlardan can qurtarmaq olmur. Əgər bütün fikirlərini türk demişkən sənə takıbsa, onunla danışmasan belə kənardan səni takib edəcək. Hər addımını izləyəcək. Paxıl insan olduğu hər kəs tərəfindən məlum olsa belə, özü üçün mən heç kimin paxıllığını çəkmirəm, mən paxıl insan heç vaxt olmamışam deyəcək. Bu duyğunun məndə olmadığına görə o qədər özümü şanslı hesab edirəm ki, bir dostumuz tutaq ki, bir maşın alsın, onunla birlikdə mən də sevinirəm. Heç vaxt düşünməmişəm ki, onda var, məndə yox. Və buna görə də Allah hər zaman ürəyimə görə verir. İstər az, istər çox. Nəyə layiqəmsə o qədərini yaşayıram. Kimdəsə artığın görüm, Allaha isyan edim, bu heç vaxt məndə olmuyor. Az olub, az yemişəm, çox olubsa da qiymətini bilmişəm. Əgər kimsə bunu bacarmırsa, bunun günahı yaxşı insanlarda, bacara bilən insanlarda deyil. İnsan nə isə bacarmadığının günahını özündə bilməlidir. Deyəcəksiniz ki, bu qız elə durmadan paxıllıqdan danışır. Amma o gələn rəy məni o qədər qəzəbləndirmişdi ki, düşünürdüm ki, növbəti vloqda mütləq bu haqda danışmalıyam. Və xanımlar, artıq evi yığışdırdım. Təmizliyi də sizə göstərirəm. Təbii ki, təmizləyib sizə çəkmədiyim yerlər çoxdur. Bu məsələn, bayaq dediyim kimi şifanerin daxilidir, pakırvaldır, bulan hamısını yumuşam. Mətbəxin şkaflarını təmizləmişəm. Divanı altlı üstlü hər yerini təmizləmişəm. Burada da Tamerlanı yatmağa aparıram deyənə yatmaq üçün hazırlıq gedir. Düzdür, Tamerlanı pampersdən tərgitsəm də, amma hələ də yatanda pampers taxıram. Bəzi izləyicilərim var idi, bu haqda məndən çox soruşurdular. Söz vermişdim ki, bir vloqda danışaram, amma unutmuşdum. Yeri gəlmişkən danışım. Mənə sual verirdilər ki, pampersi necə tərgitmisən? Mənim xanımlar, uşağa pampersi tərgidəndə siz heç düşünməyin ki, onu otuzduracaqsınız karşoka və uşaq elə o andaca öyrənəcək. Bunu düşünərək eləsəz çox məyus olacaqsınız və çox əsəb keçirdəcəksiniz. Çünki uşaq ilk etapda heç vaxt karşoka alışmır. Üzəri tez-tez batacaq, ta ki bunun yanlış olduğunu özü anlayana qədər. Təbii ki, bizdə də belə oldu. Mən bilirdim ki, bugündən başlayacağam Tamerlana pampersi
nətər getməyə. Həmən gün bir 10 dənə təmiz şalvar ayırıb kənara qoymuşdum ki, islandıqca dəyişə bilim və günün sonunda onları yuyum, növbəti günə hazırlayım. Bu məndə hardasa bir həftə çəkdi. Hər üzərini islatdıqca ona səhv olduğunu başa salırdım. Bunun yanlış olduğunu ona xoşluqla öyrədirdim və çox tez-tez ondan soruşurdum. Bu hissəsi çox önəmlidir. Boş qoymaq lazım deyil, tez-tez soruşmaq lazımdır. Uşağın başı oyuna qarışır və özü də nə elədiyini bilmir. Əgər ondan tez-tez soruşulmasa, öyrənə bilməyəcək. Xanımlar, mən artıq keçmişəm yemək bişirməyə. Ətləri steak formasında doğramışam. Qaynadandan sonra da bunları qızardacağam. Yanına da qreçka, bu ətlər də onun podlivkası. Demək xanımlar, yemək orada bişir. Keçmişəm salatı doğramağa. Burada xiyar, pomidor o qədər bahadır ki, biz Bakıda öyrəşmişik, pomidor, xiyar ucuz olur. Amma burada xiyarın bir ədədi 1 manatdır. O da ki, baxır xiyara. Əgər xiyar iridirsə, qiyməti də çoxalır və satışı da ki, ədədləndir. Buna görə də çalışırıq günlük alırıq, ehtiyac olan qədər. Təbii ki, kilo ilə də satılır, amma ki, baha. Xanımlar, gəldiyim gün börək qızardırdım. Börəyi çevirmək istəyirdim ki, lapdan yağı dağıldı əlimə. Baxın, demirəm ha, əlimə sıçradı. Deyirəm ki, dağıldı. İlk dəfə idi ki, belə hadisə ilə rastlaşırdım. 36 yaşım var. Bu günə kimi nə əlimi yandırmışam, nə də ki, kəsmişəm. Çünki o qədər ehtiyatla iş görürəm ki, başıma belə hadisələr də gəlməyib. Dayanmışdım börəyin yanında, istəyirdim ki, çevirim. Və tavadan da ki, xeyli yağ, bu sıçramaq kimi deyil, elə bir ki, bir qaşıq yağı yuxarı atıb dağıtdılar əlimə. Bu formada dağıldı əlimə və əlim gördüyünüz kimi yandı. İndi əlimə görə o qədər utanıram ki, həyatımda ilk dəfədir ki, əlim bu günə düşür. İndi sağalmaq istəyir, amma yanıq izləri qalır. Bilmirəm hansı kremi vurum, necə edim ki, bu izlər qalmasın. Əlim bu cür yanandan sonra səhər oyandım ki, üzəri bütün suluq-suluq edib. Hardasa 2 günə, 3 günə suluqları partladı və bu cür izi qaldı. Siz bunun bu cür balaca-balaca görünməyinə baxmayın. O qədər dərin yanıb ki, indi qabıqları soyulsa da, amma üzəri şıram-şıram görsənir. Marketə gedirəm, kassirə bu əlimlə pul vermirəm. Vlog çəkirəm, əlimin belə görsəndiyinə görə utanıram. Qəribəsi də odur ki, yanıq kimi görsənmir. Sanki əllərim yara-xuradır. Və xanımlar, bir də ki, yoldaşım tava ilə qazan almışdı. Yeməkləri də ki, məndən soruşurdu, mən ona izah edirdim, özü bişirirdi. Amma qazanla tavalarının altı bu günə düşür. Təbii ki, o kişi xeylağıdır, bunu yuya bilməz. Gələn kimi qazanın altını sürtdüm, amma tava qalıb. Fərqini də indi göstərəcəm sizə ki, görəsiz necə təmiz oldu. Növbəti dəfədə tavanı sürtərəm. Çünki bu qazanı sürtəndə həm biraz dırnağım sındı, həm də ki, qolum ağrıyırdı. Çünki həqiqətən də pis gündə idi. Qazan oldu yeni kimi par-par parıldayır. Baxın xanımlar, alt hissəsi bu tava kimi idi. Xanımlar, artıq yemək də yeyildi, mətbəxi də təmizlədim. İndi şkafların daxilini təmizləmək istəyirəm. Bunu qeyd edeyim ki, xanımlar, biz burada
vloqda kirayə qalırıq. Yəni ki, mənim bura orqanayzer almağım məntiqsizdir. Çünki cəmi 3 ay qalıb qayıdacam Bakıya. Yoldaşım isə yenidən otelə qayıtmaq istəyir. Çünki yaşadığımız bina yoldaşımın işlədiyi zavodun çox yaxınlığında olduğuna görə, burada tez-tez dron atdıqlarına görə elə danışdıq ki, qayıtsın oteldə qalsın. Buna görə də nə apara biləcəksə təzədən aparar otelə. Apara bilmədiyini də baxarıq, ehtiyacı olan birini taparıq, verərik ona. Düşünürəm ki, evdə əlimdə olan məhsullarla orqanayzer hazırlayım. Yadınızdadsa bundan öncəki vloqda yoldaşım stəkan almışdı. Onun korobkasını mən atmamışdım, saxlamışdım. Onu kəsib orqanayzer kimi istifadə etmək istəyirəm. Və bir başqa plasmas qab var, onu da dərmanlar üçün istifadə edirəm. Beləliklə həm sirmə düzənli görsənəcək, həm də ki, əlavə orqanayzerlara pul vermədən. Əslində belə də qoya bilərdim. Çünki onsuz da burada daimi qalan deyilik. Amma dağınıq görüntünü özüm sevmədiyimə görə çalışdım ki, heç bir məbləğ çıxmadan buranı düzənləyə bilim. Düzdür, istədiyim kimi olmasa da yenə də düzən oldu.
Xanımlar, əslində istəyirdim ki, bu vloqa elə işimi görüm, bitirim. Amma sonradan fikirləşdim ki, bu çəkdiyim görüntüləri vloqa da daxil edim. Bu bina düz bizim binamızın yanındakı binadır. Bayaq eşitdiyiniz dronun səsi də bu binaya dəyən dronun səsi idi. Burada artıq saat 6-ın yarısıdır, hər kəs həyətdədir. Bu binanın arxa hissəsidir, hər kəs binanın ön tərəfindədir. Mənim kimi buranı görmək istəyənlər və çəkmək istəyənlər yalnız buradadır. Sizi üçün buranı çəkəndən sonra getdik birinci mərtəbədə gözləməyə. Aşağı düşməyimizə baxmayaraq heç nə sakitləşməmişdi. Hər yerdən partlayış səsləri gəlirdi. Bu gördüyünüz binadakı bizim qaldığımız binadır. Hər kəs təşviş içində idi. Buna baxırdın, çamadanını götürüb harasa gedirdi. Düzdür, biz də bilet alıb qayıtmaq istədik, amma ki, uçuşlar dayandırılmışdı, heç bir ölkəyə getmək olmurdu. Hətta hal-hazırda da üstündən bir neçə gün keçməyinə baxmayaraq uşağı parka apara bilmirik, çünki ətraf hər yer şüşədir. Hələ ki, yalnız evin önündəki parka düşə bilirik. Çünki evin arxasında hələ də təmir gedir. Вот смотри, от этих, вот в этот момент любой здесь находящийся в него попал. Вот тоже. Görürsüz xanımlar, bu bizim yaşadığımız binanın balkonunun qapısıdır. Partlayışın uqarındandır yəqin ki, buranın şüşəsi də qırıldı. Və bu artıq növbəti gündür. Biz həmən gündən sonra çalışırdıq ki, tez-tez həyətə düşək. Vaxtımızın çoxsunu həyətdə keçirdirdik. Marketə gedirdik, quşlara yem verirdim. Sözlə, həyəcandan evdə oturmaq qeyri-mümkün idi. Buranın marketlərini də görəndən sonra hər dəfə yoldaşıma deyirəm ki, qurban olaram öz Azərbaycanın marketlərinə. Ən xüsus da kassirlər. Bizim marketlərdə kassirlər o qədər mülayim olur ki, nə sual versələr də canla, başla cavab verirlər. Yəqin ki, mənə qoşulan mütləq olar. Buranın kassirlərinin acı dil olmağını yəqin ki, hamı bilir. Və burada kassirlər heç vaxt cavan kadr olmur. Ən cavan kadr 40 yaş, 50 yaş olur. Ən azından mənim müşahidə elədiyim qədərilə. Sual versən, cavabı güclə verirlər. Cavab da versələr, elə bir ki, insanla danışmırlar. Azərbaycanımın hər bir qarışını o qədər sevirəm ki, bizim bəylərin mərd olmağı, qoruyucu olmağı, əsl kişi xarakterli olmağı, bizim xanımların öz bəylərinin yanında özlərini güvəndə hiss etməkləri, xanımlarımızın əxlaqlı, namuslu olmağı, xanımlarımızın geyim-keciminin yerini bilən olması, bunlar çox dəyərli amillərdir xanımlar. Bunu başqa ölkədə olanda daha yaxşı anlayırsan. Məsələn, bizim parklarımızda yalnız uşaqlar oynayır və valideynləri onlara nəzarət edir. Amma mənim burada gördüyüm və çox məyus olduğum yetişkin insanlar parklarda, hətta uşaq parklarında əyləşib içki içirlər və uşaqlara bu cür nümunə olurlar. Məni pis deyə bilərsiniz, pis rəylər yaza bilərsiniz, siz bunu müasirlik kimi qəbul edə bilərsiniz, amma mənim kitabımda müasirlik bu deyil. Məsələn, biz gəzməyə gedirik, həyətə çıxırıq və mən uzaqdan gələn bir cütlük görürəm. Heç cür aid eləyə bilmirəm ki, hansı qızdır, hansı oğlan. Diqqətlə baxanda yalnız başa düşmək olur ki, oğlan hansıdır, qız hansıdır. Bəziləri çox az faizi istisna olmaqla ən azından bizim kişilərə uzaqdan baxan kimi bilinir ki, kişidir. Bunlar necə əskərlik çəkir? Mənə o qədər maraqlıdır ki. Və xanımlar, burada mənim ən çox xoşuma gələn bilirsiniz nədir? Buranın heyvanları insanlardan qətiyyən qorxmur. Binanın aşağısına düşürük parka. Və evdə yığılan boya çörəkləri götürürəm, bu quşlara verirəm. Onlar da yeyəndən sonra gəlirlər düz ayağımın yanında əyləşirlər. Həyatımda ilk dəfədir bir quşu yanımda əyləşən görürdüm. Rusların heyvansevər olmağı çox xoşuma gəlir. Buranın küçələrində nə it, nə pişik bir dənə olsa tapa bilməzsiniz. Hamısını sahiblənirlər, sahibsiz olanları da barınaqlara verirlər. Həyətə düşəndə ilk işim o olur ki, gedirəm quşlara yem verirəm.
göstərirəm. Təbii ki, uşaqlar da mənimlə birlikdə. Sonra isə gedirik, gəzirik. Adama o qədər xoş təəssürat verir ki, olduqca maraqlıdır. Və xanımlar, Tamerlan da burada atası yellədirdi. Bir də baxdıq ki, Tamerlan yatıb qalıb. Açkini taxdıq gözünə ki, gün düşməsin. Yatdı, oyandı. Sonra biraz da parkda gəzdi, qayıtdıq evə. Axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Kanalıma abunə olsaz məni çox sevindirərsiniz. Növbəti videoda görüşərik. Sağ olun, salamat qalın.